Kazım, mən heç, mən cəhənnəm. Deyirsən, axırı vaxtlar səni o bir dənə başı qalmış arvadında maraqlandırmış. Səhərdən axşamacan itib batmışsan bu qəzetlərin içində. Yenə də yazıblar səndən? Yox. Gözləri götürmür. Düz 5 aydır nə atamın yolunu söyən var, nə də məni tərəfləyən. Bu da sənin millətin haqqın haqdan ayıra bilməyən jurnalistlərin. Politologlar da elə bir hamısı qrip olub. Burunlarında daşırlar. Nə daşırlar, başa düşmək olmuş. Bilirsən nə var? Nə var? O var ki, siyasətlə məşğul olan adam gərək hərdən bir şoluq salsın. Nə? Suluq salsın. Hə, suluq. Dil ağza düşmək lazımdır da. Mən ciddi siyasətçiyəm. Uşaq hardadır? Deyəsən Zəhra xalasının yanına gedib. Niyə icazə vermirsən? 1000 dəfə sənə demişəm ki, uşağı o falçı Afriskanın evinə buraxma. İnsanda bir və yaxud yeri düşəndə 3-4 prinsip olmalıdır. Prinsipsiz yaşamaq olmaz, tacınizə susik. Axı mənim uşağımın o BP partiyasının üzvünün evində nə işi var? Yeri. Adı Zəhra xala da partiya üzvü olur. Doğru deyirsən. OBP. OBP ne deməkdir? Buna bax. Orta Parmak Partiyası. Yeri. Kazım, sizin partiyanın adı ne oldu? Demeyeceğim. Dünən ola, yazıda. Be. Yani ne? Açık ol. Bas Parmak Partiyası. Hadi baş parmağına şey. İkinci sınıfları be bu. Millet bir erkim olmalıdır. Yoksa sizin parti atsız parmak partiyası. Atsız parmak partisinin işin olmaz. Elde esas bas parmaktır. Bas parmak. Bak şu bas bayrağı. Yaşa. İsim var. Ay. Ne oldu? Dermatizm. Cilt. Yağız yağız. Yok. Akparit ki. Ama stres, senin bakıyorsun falan. Allah rahmet eylesin. Oy, yaş deyip. Nasıl? Ay Kazım, kim deyip onu? Gül kutar diyerem şimdi. Yaşlı da kim deyip onu dide. Winston Churchill. Ha, sen de uşağa zəngələ gəlsin. Orta parmakçılar uşağın başını xarab edirlər. Onların heç birinin bası yerində deyir. Özü gələr. Uşağı siyasete katma yine. Bir de değil, birazdan Qaffar Xaloğlu da gələcək. Qaragün dünəndən içi də bir zəng gibi. Ya bırak halalı yok da yolda. İkinize göresen dünyanın hansı bir küncünden bir bütün kağıtlar takıp getirecek bura. Ay yox adə. Rəhmətli Feyzullah kişinin birisi gün ili tamam olur. Qaffar Xaloğlu da gəlir ki, qəbir üstə getmək haqqında bizi ilə məsləhət eləsin. Məclis düzəldir, evində eysan verəcək. Amma Kazım, adamın Allahı var. Kasıb olanda nə olar? Rəhmətli yaxçı kişiydi, vallahi. İlahi, kimin ağlına gələ bilərdi ki, Amerikada da kasıblar varmış. Allah rəhmət eləsin. Neyse, ama mən qəbr üstə tək gedəcəyim. Laf ehsanda küftə bozbaş da versələr, getməyəcəyim. Nəşi? Çünkü ben o bebeçlerle, şebebeçlerle bir mecliste oturup bir mollanın ağzından eşidilen bir yasine kulağı asmarım. Nəşi nədir? Aha, sonra mənə qərargahda deməzlər ki, ya, ay qəhrəman oğlan, niye bizim nizamnaməni pozursan? Adə, sizin nizamnamədə yazılıb ki, qohum əqrəbə ilə oturub durmaq olmaz. İkincisi tutarı be bu. Hansı axmaq onun nizamnamədə yazar? Bizim nizamnaməni açırsan,
İyi alemi götürür gül iyi, etir iyi. Azadlık, demokratiya. Ben onlarla bir yere gitmərəm. Niza stop, nice, belə olmaz. Niza stop. Heyf, çox heyf. Mağul əvvəllər ildə bir kərəm qohum əqrəbə yığışıb dəftləşirdik. Hər öz bir dənə siyasi partiya üzv olandan sonra o da əlimizdən çıxdı. Bilirsən nə var? Bizdə gərək bir partiya olsun. Hamı da onun üzvü. Totalitar oğlum kızı, totalitar. Adəyə qapar gəlmiş gəldi. Belki uşaq deyil. Arə, haradasan sərdən? Bu nə başladı? Yeri. Papa. Can papa, zəhrimar papa. Hala bu ne lan? Ne güne koymuşsunuz üstüne? Başa bax, Papa, Zəhra xala deyir ki, hamınız yəni bas parmaq partiyası. Monqolistan'a istəyirsiniz. Hamınız Ulan Batorun spiyonlarsınız. Gördün? Gördün? Sana demedim ki uşağı o mürted oğlun kızının evine koyma. Uşağın başını kara vergenle. Gidin. Hay atonla. Mongolistan ispiyonları. Adımı koyum sana. Koyandan sonra kal yana yana. Bütün alem bilir ki, başta zəhri olmaq şərtiyle Orta Barmaqçılar Partiyası Banglades'ten grant alır. Onların pullarıyla yaşayırlar. Güya Bakıda heç kim bilmir ki, Seydon çayı adı altında satılan mallar hardan gelir? Banglades'ten. Ama bize Mongolistan ispiyonları değil. Benim oğlum da gelip benim düşmenimin sözlerini benim evimde tekrar ediyor. Tekrar ediyor. Papa, cavabımı verdin necə lazımdır? Nə dedin balaşqa? Dedim, mənim atam Monqolistan'a istəsəydi, Hə. anamın gözləri ayrı olar. O nə dedi? Heç nə fikrə getdi. Gedər. Sonra da sənə papa falaşdı. Falına gösterdim bala. Heç nə. Amma faldan sonra Zəhra xala məni qucaqlayıb, eybi yox, yazıq yetim. Sən özümü saxlayaram dedi. Gözləri də doldu Yetim, vicdansız, əxlaqsız. Mən 100% əminəm ki, onun falı bizim partiyanın gələcək seçkilərdə qalib gəldiyini göstərir. Onu fırladıb, bu yetimi eləyib yetim. Riyakarlığa bax. Onlar qaraçılara işləyirlər. Qaraçılara işləyirlər onlar! Əsəbləşmə ay kişi. İnfakt olub Zəhranın falını düz çıxardarsan öyüm yıxılar. Buna bir bax. Diyan, mən varam o Zəhra ilə. Sən elə bilirsən o bu uşağı yetim görmək istəyir. Mən bilirəm o nə istəyir. O məni ərsiz, o məni dul görmək istəyir. Ay sən öləsən. Kazım, sən ölsün. Mən əlimdə olan uşağı kimə ərə gedə bilərəm, hə? Nə bilim oğlum mən. Ay, kim alar məni? Azı-azı kirtek qalmalı olacağım, ay. Öz indiki zamanıdır. Sən ürəyini sıxma. Mən səni bastırmamışsın. Bası o arvadın bası kimi. Yesikdə görməmiş, ölən zibildə ölən. Sən ölkənin 76-cı qeydisi olacaqsan. Biz hakimiyyətə gələndən sonra. Bekliyorum bunu. 76-cını düşün. Çünkü partiya daxil ilkin seçkilərdə mən 76-cı yeri tuttum. Aa, qapı, yəqin qapar qardeşim. Cum, qapı. Sən gəl bura.